kiber təhlükəsizlik hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu sahəyə əgər lazımı diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Doğrudan nə yaxşı. O qiymətə necə belə ucuzdur? Rəqəmsal texnologiyalar gündəlik həyatımızın bir parçasına çevrilib, müvafiq ödənişlər edirik, müvafiq dövlət xidmətlərinin portallarından istifadə edirik. Lakin bu rahatlığın, bu asanlığın təbii ki, görünməyən risklər tərəfi də var. İndi baxdım dükanda, burada 500 manatdır. Gör orada nə qədər ucuzdur. Mənə bax, hər şey aydın qaydada eləyəcəm də. Elə bil ki, 16 rəqəmli kodu yığacam. Hər hansı bir vətəndaşın sosial media hesabı və yaxud da ani mesajlaşma tətbiqi ələ keçirilir və telefonda olan kontaktlara analoji mesajlar göndərilir. Şəkilləriniz buradadır tipli bir mesaj mətn olur və onun aşağı hissəsində şübhəli bir keçid yerləşdirilir. Bu keçidə vətəndaş klik elədikdə qarşısına həmin platformanın saxta bir görüntüsü çıxır və burada təsdiqləmə kodunu qeyd eləmək tələb olunur. Bu təsdiqləmə kodu isə kiberləraruzun əlinə keçir və artıq hesabımız üzərindən istənilən əməliyyatları həyata keçirə bilir. Kiber cinayətkarlar bir üsul vasitəni hər zaman istifadə etmirlər. Daimi olaraq bunu təkmilləşdirirlər. Hər yaş kateqoriyasından olan şəxslər kiber cinayətkarlıqla üzləşə bilirlər. Süni intellekt texnologiyası vasitəsilə adətən zənglər olunur bizə və biz telefonu açan zaman düşünürük ki, bizim ailə üzvümüzdür, qohumumuzdur, dostumuzdur bizimlə danışan şəxs. Bildirilir ki, övladınız ağır qəza keçirib və yaxud yaxın qohumunuz xəstədir, müalicəsinə təcili pul lazımdır kimi həssas xəbərlər verilir və bu həssas xəbərin təlaşı ilə atılan hər bir addım nəticə etibarilə bank kartımızda olan maddi vəsaitlərin talanmasına gətirib çıxaracaq. Bu metod caller ID spoofing metodudur. Kiber cəmiyyədə belə tanınır bu metod. Həmin metod vasitəsilə nömrə saxtalaşdırılaraq X bir nömrə kimi təqdim olunur və səs klonlaması vasitəsilə birbaşa yaxın adından zəng edilmiş kimi görsənir və vətəndaşları da aldadan əsas nüans budur. Gördüyünüz kimi saxta bir səhifədir və sponsorlu reklam vasitəsilə bu phishing kampaniyasını ictimaiyyətə paylaşıblar və burada saxta bir keçidi görürük biz. Həmin saxta keçid bizi saxta bir veb sayta yönləndirir. Adətən bu tip dələduzluq proseslərində hər hansı bir obyektin və yaxud da subyektin dövlət rəsmilərinin xüsusilə görüntüsündən istifadə edərək ictimai çaşqınlıq yaratmağa çalışırlar. Burada da gördüyünüz kimi müəyyən məlumatlar qeyd olunub və yenə də qeydiyyat prosesi tələb olunur vətəndaşdan. Hər hansısa bir investisiya yatırma, hər hansısa bir qazanc məqsədli bir saxta platformaya yönləndirirlər. Vətəndaşlardan kart məlumatları tələb olunur və sonda isə OTP kod istənərək vəsait məbləği çıxarılmış olur. Səhifələrin ilk ana ekranında fərdi məlumatlar sorğulanır və təşviq edici məzmunlar yerləşdirilir. Elə birbaşa investisiya et, qazanc əldə et. Vətəndaşlar burada ilk növbədə baxmalıdırlar ki, həmin resurs orijinal resursdur yoxsa yox. Yəni hər açıq platformaya biz kart məlumatımızı qeyd edə bilmərik. Domen adlarına mütləq qaydada baxmalıyıq ki, orijinallığı əks etdirir yoxsa yox. Bəzən dələduzluq platformalarında əlaqə məlumatlar olmur, şirkət haqqında məlumatlar olmur. Birbaşa ana səhifədə elə bir fərdi məlumatların sorğulaması prosesi həyata keçirilir. Burada gördüyünüz kimi Dövlət Yol Polisinin adından vətəndaşa mesaj göndərilib. Mesajı göndərən mənbə isə saxta bir nömrədir, xarici bir nömrədir daha doğrusu və bu nömrə üzərindən phishing cəhdi həyata keçirilib. Bəzən xaricdə olan dələduzluq növü eyni ilə ölkəmizdə də tətbiq edilir. Hava limanlarında itirilmiş bagajların verilməsi məsələsi idi.
Heydər Əliyev adına beynəlxalq hava limanının adından saxta bir fishing cəhdini görürsüz. Saxta bir kampaniya paylaşılıb, hansı ki hava limanında itmiş bagajların yalnız 1.88 AZN təklif olunduğunu görürsüz və inandırıcılığı artırmaq üçün burada Heydər Əliyev limanının görüntüsündən istifadə olunub və səhifə adı da maksimum dərəcədə rəsmi orijinal səhifəyə bənzədilməyə çalışılıbdır. Məlumatın özündən daha təhlükəli bir nüans var, onun metadatasıdır. Metadata faylın içərisində gizlənən texniki bir məlumatdır. Məsələn, bir şəkil nümunəsi üzərindən götürsək, biz şəkil ötürdükdə eyni ilə bu məlumatları da ötürürük və qarşı tərəf bizim hansı cihazdan istifadə etdiyimizi, nə vaxt bu foto şəkli çəkdiyimizi və harada çəkdiyimizi artıq müəyyən edə bilir. Azərpoçtun adından bir fishing cəhdinə də diqqət yetirək. Burada da gördüyünüz kimi məlumatı göndərən mənbə xarici bir resursdur, xarici bir nömrədir və bizə bildirilir ki, ünvan məlumatlarımız natamam olduğu üçün çatdırılma müvəqqəti olaraq saxlanılır. Bəzən deepfake videoları orijinalından ayırd eləmək biraz çətin olur. Qarşımıza çıxan material, məzmun, video hansı mənbədən paylaşılır? Orijinal mənbədən paylaşılır, yoxsa yox? Adətən deepfake tipli videolar sosial şəbəkələrin sponsor reklamları vasitəsilə vətəndaşların qarşısına çıxır və bu baxımdan vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik. Kiber hücumlarda hər zaman məqsəd maliyyə vəsaitinin ələ keçirilməsi olmaya bilər. Bəzən kiberdəlozların məqsədi siyasi motiv ola bilər və yaxud da ictimai çaşqınlıq ola bilər, dezinformasiya yaymaq ola bilər. Buna görə də kiberdəlozlar fərqlidir. Bakı Kartın adından həyata keçirilən bir dələduzluq nümunəsidir. Yenə də biz saxta səhifəni görürük. Sponsoru reklam vasitəsilə vətəndaşın qarşısına çıxıb. Bəzən vətəndaşlar ehtiyatsızlıqdan və yaxud da bilmədən fərdi məlumatlarını açıq platformalarda, sosial şəbəkələrdə açıq şəkildə yerləşdirirlər. Bu məlumatlar hansılardır? Təbii ki, telefon nömrəsidir, e-poçtur. Bizim üçün bir hücum vektorudur və oradan bizə kiber hücum cəhdləri ola bilər. Bəzən şəxsiyyət vəsiqəsinin sürətini və yaxud da orijinal şəklini birbaşa göndərmiş oluruq. Təbii ki, bu da böyük bir risk daşıyır. Çünki orada bizim PIN kodumuz, fərdiləşdirilmiş identifikasiya nömrəsi və şəxsiyyət vəsiqəsinin serial nömrəsi olur ki, həmin məlumatlardan hər hansı bir hesab yaradıla bilər, hər hansı bir kredit rəsmiləşdirməsi həyata keçirilə bilər və yaxud onlayn əməliyyatlar prosesi baş verə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin adından bir saxta web resurs yaradılıb və burada vətəndaşlara müəyyən vədlər təklif olunur. Qarabağ münaqişəsindən sonra sosial dəstək kampaniyasının həyata keçirildiyi bildirilir və hər bir vətəndaşa güya 300 manat müqabilində ödəniş həyata keçiriləcək. Elektron Təhlükəsizlik Xidməti tərəfindən il ərzində müxtəlif auditoriyalar üçün seminarlar, maarifləndirici tədbirlər təşkil olunur. Maarifləndirici vizuallarımız paytaxt üzrə metro stansiyalarında, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, Heydər Əliyev adına beynəlxalq hava limanında, Asan Xidmət filiallarında, Dost mərkəzlərində və Azərpoçt filiallarında mütəmadi olaraq yerləşdirilir. Kiber təhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahədə kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiber hücuma məruz qalmışıq.
Onun mənbəyini də biz bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən biz qoruya bilək. Və təbii ki, artıq qeyd etdiyim kimi bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Dünyada kiber hücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara məruz qalmışdır. Biz beynəlxalq tərəfdaşlarla bu sahədə böyük təcrübə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik. Ona görə kiber təhlükəsizliyi ilə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Bizə qarşı kiber hücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik.